Salam dəyərli izləyicilər. Bugün sizinlə tam buğda unundan xatırlayırsınızsa qabaq dəmir yol çörəyi var idi. Baxın, düzdür, forması ona bənzəməsə də görünüşü, dadı, ləzzəti, ətri tam ona bənzəyən, qabığı qalın, xırçıltılı, içərisi süngər kimi elastik, havalı, pambıq kimi yumşaq və çox ləzzətli çörək resepti bölüşürük. Qarışdırma qabına 1 çay qaşığı şəkər tozu, 12 qram yaş maya və yaxud da 4 qram, yəni 1 silə çay qaşığı quru maya da götürə bilərsiniz. Mayanı dondurucudan çıxarmışıq. Yaş mayanı dondurucuda saxlama qaydasına aid video reels Instagram hesabımızda var, axtarıb baxa bilərsiniz. Və üzərinə 200 ml-də ilıq su əlavə edib qatırıq. Ardınca bura 3-4 xörək qaşığı da un əlavə edirik. Götürdüyümüz un tam buğda unudur. Yəni buğdanın tam şəkildə çəkilmiş unu. Endospermi, rüşeymi, yəni qabığı, kəpəyi ilə bərabər. Belə undan hazırlanan çörək sağlıqlı hesab olunur, həm də ləzzətli olur. Yaxşıca qatırıq, yəni bu şəkildə balatı hazırlayırıq. Balatı ilə xəmir daha tez gəlir. Qatırıq və üzərini örtüb elə otaq temperaturunda. Əgər otaq soyuqdursa, isti bir yerə qoya bilərsiniz ki, tez gəlsin. Üzərini örtüb gözlədirik. Balatı hazır olduqdan sonra, baxın, balatı hazır olanda, yəni maya aktivliyini göstərəndə qabarır belə, artır balatı və köpüklənir. Deməli, maya aktivdir. Üzərinə 3 stəkan su əlavə edirik. 200 ml stəkan ilıq su. 2 xörək qaşığı bitki yağı. İstədiyiniz bitki yağından götürə bilərsiniz. Biz zeytun yağından istifadə elədik. Və 1 çay qaşığı da duz götürürük. Əgər siz şorməzə yeyənsinizsə, yəni duzlu yeyənsinizsə, 2 çay qaşığı duz da əlavə edə bilərsiniz. Qatdıqdan sonra üzərinə qalan unu əlavə edirik. Ümumi 1 kiloqram tam buğda unu götürmüşük. 3-4 xörək qaşığını balatını hazırlayanda əlavə elədik, qalanını da əlavə edirik. Unlar müxtəlifdir, ona görə də siz ehtiyatlı olun. Onu ehtiyatla əlavə eləyin, çox bərk alınmasın xəmir. Onu bir neçə dəfəyə hissə-hissə əlavə edib qatırıq. Bu arada videonu bəyənməyi də unutmayın. Şərhlərinizi gözləyəcək. Yazın ki, görək siz evdə çörək hazırlayırsınızmı? Hansı çörəkləri hazırlayırsınız? Məsələn, kanalımızda müxtəlif çörək reseptləri var, sizinlə paylaşmışıq. Məsələn, cücərmə buğda ilə də çörək hazırlamışıq sizinlə. O daha dietik çörəkdir. Neçə izləyicimiz hazırlayıblar, bəyəniblər. Əgər kim istəyirsə, kanalımızda glutenə həssasiyyəti olan insanlar üçün çörək reseptləri də var. Düyü unundan çörək, sonra qarğıdalı unundan çörək, mərci çörəyi, qırmızı mərcidən çörək. Hamısı çox ləzzətlidir. Diyeta saxlayanlar da piyələnmə əleyhinə arıqlamaq üçün diyeta saxlayanlar da o çörəklərdən bişirib istifadə edə bilərlər. Götürdüyümüz unun hamısını əlavə edib qatırıq. Nəticədə belə nisbətən sıyıq, bir qədər ələ yapışan xəmir alınır. Əlimizi vurmadan spatula ilə qatdıq. Üzərini örtüb mayalanmasını gözləyirik. Yəni daha doğrusu 20 dəqiqə gözləyirik, çox gözləmirik. 20 dəqiqə keçdikdən sonra əlimizi suya batıraraq xəmiri bu şəkildə içəri doğru qatlayırıq. Bu şəkildə yoğururuq bir daha xəmiri. Əlimizi suya batırırıq ki, xəmir əlimizə yapışmasın. Yoğrulduqca xəmirin tərkibində zülal zənciri artır və o ələ yapışmaq xüsusiyyəti bir qədər itir. Biraz bu şəkildə davam edirik. Bir qədər yoğururuq. Ardınca xəmirin üzərini örtüb mayalanıb qalxmağını gözləyirik. Xəmir mayalandıqdan sonra dəzgahın üzərini bolluca unlayıb, xəmiri dəzgahın üzərində biraz da yoğururuq. Bu şəkildə əlimizlə içəri qatlamaq şərti ilə belə xəmiri bir daha dəzgahın üzərində yoğururuq. Yumşaq xəmirdir. Yumru forma veririk.
və biraz da gözlədirik bir 10 dəqiqədə dəzgahın üzərində qalsın. Ardınca xəmirin üzərini unlayırıq bolluca, tərs çeviririk. Digər tərəfini də biraz unlayıb xəmiri 2 hissəyə bölürük. Bir dəfəyə də bişirə bilərsiniz, bir bütöv iri çörək şəklində. Biz 2 qabda bişirəcəyik. Qablardan biri digərindən böyük olduğundan xəmiri tam bərabər bölmürük. Biri digərindən böyük olmaq şərti ilə 2 hissəyə bölürük. Daha sonra belə ona uzunsov forma veririk. Kərpic çörək forması, belə uzunsov formada bişirəcəyik. Baton forması veririk. İçəri qatlaya-qatlaya. Sonluğunu əlimizlə birləşdiririk və çörəyi bişirəcəyimiz qabın dibini unlayıb xəmiri yerləşdiririk qəlbə. Biraz üzərini örtürük, biraz da bir 10 dəqiqədə qəlbdə qalsın, yer mayası alsın. Digər hissəni də eyni qaydada eləyirik. İçəri qatlaya-qatlaya baton forması veririk. Yenə də qəlbi unlayıb xəmiri qəlbə yerləşdiririk. İstəsəniz yumru formada da eləyə bilərsiniz. Dəmir yol çörəyi formasında. Biraz gözlədirik. Baxın, görürsünüz, qalxdı xəmir. Üzərini bıçaqla belə kəsiklər atırıq üzərinə. Və 200-210 dərəcəli əvvəlcədən isidilmiş sobada hazır olana qədər bişiririk. Çörəklərdən biri hazırdır. Baxın, biz unutduq, çörəyin üzərinə su çəkəcəkdik. Əlinizlə və yaxud da püskürdücü vasitəsilə püskürdə də bilərsiniz çörəyin üzərinə. Digər çörəyi isə bu şəkildə kəsmək istədik. Püskürdücü vasitəsilə su püskürdüb qoyuruq sobaya eyni qaydada. Baxın, görürsünüz, bu çörək daha çox qızarıb, daha xoş olub rəngi. Qabığı bərkdir. Qalır, yumşalır təbii ki. Əvvəlcə sobadan çıxanda bərk olur. Kəsmək istəyirəm. Kəsiyi görək çörəyin içərisi necədir. Əla çörəkdir. Ətri bir aləmdir. Bütün evi ətri bürüyüb bu çörəyin. Hazırlayın siz də, sağlıqlı çörəkdir. Əgər kim öz çörəyini özü hazırlamaq istəyirsə, bu resepti mütləq sınayın. Daha hansı çörək reseptlərini istəyirsiniz bizdən yazın. Əgər kanalımızda yoxdursa, onları da hazırlayarıq. İmkan olsa. Baxın, yumşaqdır, süngər kimidir. Havalı, çox gözəl, ləzzətli, əla çörəkdir. Hazırlayın, süfrələriniz bol ruzulu, bərəkətli olsun. Hələlik.